Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və milli musiqimizin vurğunu olan bütün dəyərli dinləyicilərimiz. Hər birinizi bu xoş bahar səhərində ən səmimi duyğularla salamlayırıq. Efirdə hər gün yeni biliklərlə görüşünüzə gələn məktəbimizin mədəni nəbzi Gələcəyin İşığı FM radiosudur. Mən 7-ci V sinif şagirdi Əlizadə Zeynəb. Bugün sizə Azərbaycanın mənəvi sərvəti, muğam dünyamızın sarsılmaz sütunu və tar sənətinin ən böyük ustadlarından biri haqqında danışacağam. Təqvimimiz 14 may tarixini göstərir. Bugün xalqımızın iftixarı, dahi tərzən Bəhram Mansurovun əbədiyyətə qovuşduğu gündür. Gəlin tarın tellərində bir ömür can verdiyi o möhtəşəm irsi birlikdə xatırlayaq və dahi sənətkarı dərin ehtiramla anaq. Bəhram Mansurov 1911-ci ildə Bakının qədim ruhunu özündə daşıyan İçəri şəhərdə musiqi ənənələrinə bağlı olan ziyalı bir ailədə dünyaya göz açmışdır. Onun uşaqlığı tarın seyirli səsləri və muğamların intibahı ilə keçmişdir. O, Bakı musiqi mühitinin yetirdiyi ən böyük sənətkarlardan biri kimi adını tarixi qızıl hərflərlə yazdırmışdır. Bəhram Mansurovun barmaqları tarın pərdələrinə toxunanda sanki zaman dayanır, musiqi ruhu canlandırırdı. O, muğamlarımızın ən qədim, ən saf və heç bir kənar təsirə məruz qalmayan orijinal variantlarını qoruyub saxlayan əsl sənət fədaisi idi. Maraqlı və qürurverici bir faktı xüsusi vurğulamaq istəyirəm. Məhz onun misilsiz ifaları və qeydə alınan lent yazıları sayəsində Azərbaycan muğamları UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsi siyahısına daxil edilmək üçün əsas elmi mənbə kimi götürülmüşdür. Bu deməkdir ki, o tarı sadəcə bir alət deyil, xalqımızın milli kimliyini bütün dünyaya təsdiq edən mənəvi bir möhür kimi təqdim etmişdir. Məktəb illərimiz bizim üçün təkcə riyaziyyat düsturlarını və ya tarixi faktları əzbərləmək dövrü deyil. Bu illər həm də bizim milli kimliyimizi formalaşdıran böyük şəxsiyyətləri tanıdığımız ən önəmli zaman kəsiyidir. Bəhram Mansurovun həyat yolu hər birimizə öyrədir ki, öz sənətinə, milli dəyərlərinə və köklərinə sadiq qalmaq bir insanın qazana biləcəyi ən böyük şərəfdir. O, ən çətin və mürəkkəb dövrlərdə elə muğamın saflığını qorumuş, onu gələcək nəsillərə, yəni bizlərə ötürmək üçün bütün ömrünü, enerjisini və istedadını fəda etmişdir. Biz şagirdlər olaraq bir cür böyük sənətkarların irsi ilə haqlı olaraq qürur duymalıyıq. Çünki tarın səsi bizim azadlığımızın, milli ruhumuzun və minilliklərdən süzülüb gələn qədim mədəniyyətimizin sədasıdır. Onun virtuoz ifalarını dinləmək bizi mənən zənginləşdirir və öz keçmişimizə daha möhkəm bağlayır. Əziz dostlar, böyük sənətkarların fiziki yoxluğu onların unudulması deyil, əksinə əbədiyyətə keçdi deməkdir. 14 may 1985-ci ildə Bəhram Mansurovun aramızdan ayrılsa da, onun tarının sədası hələ də qəlblərdə əks-səda verir və hər bir Azərbaycanlının evində eşidilməkdədir. O, Azərbaycan musiqi mədəniyyətinin sönməyən ulduzlarından, milli ifaçılıq sənətinin korifeylərindən biridir. Biz gənclər muğamımızı sahib çıxmalı, tarın o seyirli səsini hər zaman uca tutmalıyıq. Milləti yaşadan onun dillidir, tarixidir və mədəniyyətidir. Bu mədəniyyəti yaşadan isə Bəhram Mansurov kimi dahi və cəfakar şəxsiyyətlərdir. Onun təmiz ifa tərzi, saflığı, yüksək ustadlığı və sənətə olan dürüst münasibəti Azərbaycan xalqı durduqca yaşayacaq və seviləcəkdir. Biz də dərslərimizdə, hədəflərimizdə və gələcək həyat fəaliyyətimizdə onun nümayiş etdirdiyi bu sonsuz zəhmətkeşliyi, sarsılmaz iradəni və vətən sevgisini özümüzə ali nümunə götürməliyik. Dəyərli dinləyicilər, dahi tərzən Bəhram Mansurovun xatirəsinə həsr etdiyimiz bugünkü radio verilişini burada sona çatır. Ümid edirəm ki, bugün milli musiqimizin ustadı haqqında paylaşdığım məlumatlar hər birinizin qəlbində böyük sənətkarımıza qarşı hörmət və sevgini bir daha canlandırdı. Musiqimizə olan marağınızı artırdı. Milli musiqimizi sevin və dərindən öyrənin. Çünki o, bizim dünya xalqları arasında ən böyük mənəvi pasportumuzdur. Sizinlə mən idim 7-ci V sinif şagirdi Əlizadə Zeynəb. Gələcəyin İşığı FM radiosunu adından hər birinizə musiqi dolu, uğurlu və parlaq nailiyyətlərlə zəngin bir gün arzulayıram. Növbəti zəngə qədər özünüzü qoruyun. Milli dəyərlərimizi hər zaman uca tutun.
və hər zaman biliklərinizi artırmağa can atın. Sağlıqla qalın, məlumatlı qalın və hər zaman bizimlə mədəniyyətimizin dalğasında qalın.